Salam aleyküm. Xoş gördük dostlar. 3 gündür kitab oxumamışam. Özüm də darıxmışam. Evdəyəm bu günləri və istəyirəm ki, bir səfə yarım heç olmasa oxuyayım. Biraz da sürətlə oxuyacağam ki, dostların vaxtını çox da almayam. Amma doğrudan kitab oxumaq üçün darıxmışdım. 3 günü də başım çox qatışmışdı. Həm biraz işə qatışmışdı, həm çox yorulmuşdum. İndi biraz evdəyəm, biraz istirahət eləmişəm. Gülmək də halım var. Gözlərimdən də bəlkə bəllidir ki, yorğunluğum çıxıbdır. Yadınızda əgər olsa mən kitabı oxuyarkən işə çağırdılar, durdum, getdim işə. Biz türkçülüyün əsasları Ziya Görk Alp yazan kitabı oxuruq. 70-ci səhifədə yox. Dedik ki, türkçülüyün proqramı hissəsinə gəldik, yetişdik. Və burada da 3-cü ya 4-cü paragrafı oxumağa başlamışdıq ki, mən getmək məcburiyyətinə qaldım. 4-cü paragrafda deyir ki, demək ki, İstanbulda yazı dilinin konuşma dili haline geçməsi mümkün deyil. Pəs, demək ki, yəni nəticə alırıq ki, ya bu yerə yetişirik ki, İstanbulda yazı dilinin şəfahi dil olmağa imkanı yoxdur. Yazı dilinin konuşma dili, danışmaq dili halına geçməsi mümkün deyil. Bunu bildik indi ki, çünki İstanbullular yüzlər illidir İstanbulda danışırdılar, elə onu danışırdılar. Orada da yazı vardı, amma yazı dili şəfahi dilə çevrilmirdi. Yəni konuşma dilinə çevrilmirdi. Bunun mümkün olmadığı yüzlər ilcə uğraşdığı halda başarıya ulaşamamış olmasından da bəllidir. Bunun mümkün olmamasının deyir, hardan bilirik? Mən də dedim bir, olmadığı yüzlərcə il. Yəni yüzlərcə, yəni orada uzunluğun göstərir. Yüzlər il boyunda uğraşıldığı halda, yəni çalışdığı halda ki, bu yazı dili İstanbul dili olsun, deyir, başarıya ulaşamamış olmasından da bəllidir. Başarıya müvəffəqiyyət. Müvəffəqiyyət ərəbcə sözdür. Görün farscası var ya yox müvəffəqiyyətin. Yadıma gəlmir. Onun türkcəsi başarıdır. Başarıya ulaşmamasından yəni ulaşmaq, yetişməkdən bəlli idi ki, bu olmayacaqdır. Deyir, yəni yüzlər ilcə o kətbil orada var idi, ya İstanbul çaxının Osmanlı dili orada yazı yazılırdı, amma millət onu almırdı. Dəqiqən o iş bizim İranda da olubdu, bilirsiniz. 100 ildir bizə deyirlər ki, siz türk deyilsiniz, azərisiz və fars dilindən çönməsiniz, siz Moğollarla gəlmişsiniz. Bunu dedim, yaxçı yadıma söz düşdü. Bir 2-3 gün bundan qabaq mən bir təhqiq elədim ki, görüm Moğolların cəmiyyəti nə qədərdir. Axı bizə deyirlər, məsələn, mütəəssifanə hətta Türkiyədə də seriallarda bunu getirdiblər, belə adamlara düşündürürlər ki, biz Bozqurtlardan, yəni Türkmenistandan ya Uyğuristandan köçmüşük, gəlmişik buraya. Məsələn, 3000 il bundan qabaq, hər nə qədər. Amma onu o cür deyirlər. İndi mən bir dənə cəmiyyətşünası bəhsə girək də. Deyək ki, bu imkanı vardı ki, şimaldan, mən bunu coğrafiyayı olaraq, yemək sistemi olaraq heyvanlara əsasən zooloji elminin əsasında dedim ki, imkanı yoxdur. Amma indi bir səfərdə cəmiyyətşünası baxaq görək ki, cəmiyyətşünaslıqda nə cür görsədir? Fikir edirsiniz dostlar, Moğolistanın nə qədər cəmiyyəti var? Qoyun mən dəqiqən gedim yenə Google-dan bunu mən sizə search eləyim. Çünki mənə çox cəlib gəldi. Bu iki görək əslən bu farslar və Avropalılar bizi ahmaq fərz eləyiblər və biz ahmaq olmuşuq, qəbul eləmişik. Bu əslən cəmiyyətşünaslıq üzü ilə nə mənədir? Mən burada deyirəm ki,
Mongolian population. In 2019, the Mongolian population. In 2019, the population of Mongolia was 3,225,167. Dostlar, eşitdiniz ehtimalən ingilissin. Moğolistanın 2019-cu ildə, yəni 2 il bundan öncə 3.225.000 neçə yüz nəfər, 19 nəfər cəmiyyəti varmış. 2019-da. Yol. 2019-da yenə də bir dəfə də baxın, mənə bir nəfər zəng elədi və bunu itirdim. 3.225.000 nəfər Moğolistanın cəmiyyəti var. Yəni Moğolistan bir 600-700 il bundan qabaq, indi Çəngizxan görək xanəqət, bunu bu amarı yadımızda saxlasaq, indi görək ki, Çəngizxan ha zaman dünyaya gəlibdi və onun zamanında şey nə üzr olubdu? Məsələn, bu cəmiyyət, Çəngizxanı görək da, görək. Çəngizxan. Dostlar, Çəngizxan da born Xanti, Mongolia ded 1227-də ölübdü Çəngizxan. İnandığı Allah'ın rəhmətinə köçübdü. Ağust ayının 18-də. 1227, deyək 1200. 20 də burada var, 20 orada var. O kesin 7 il əski olar. İndi 800 il geçir. 800 ildən 7 il əskikdir. 800 ildə bu cəmiyyət sıfır qalıbsa, yəni çoxalıbdır. İndi mən bunu əgər qeysəm, yenə o səfiyyə cəmiyyəti ildə 1.9, 2-yə yaxın şey edir. Deyir ki, bir dənə də burada əlan gördüm, heç bunu görməmişdim. The country's low population can be explained in part by its geographic and climatic extremes. Mongolia is home to soaring mountains and burning deserts, including the Gobi Desert in the southern third of the country. Baxın, bu o sözü ki mən deyirdim, onu təsdiq edir. Deyir ki, niyə cəmiyyəti çox dəyir buranın, Moğolistanın? Buna görə ki, bura çox sərindir və bir də çöllükdür. Heç bitməz burada. Dəqiqən onu deyir. İndi deyək 800 il içində və burada cəmiyyətin də deyir, qoyuram bunu, əgər mən tapa bilsəm, is Mongolian population growing? Və okay, burada əlan deyir ki, 2020-də in 2020 Mongolia's population increased by approximately, təqribən 1.63% compared previous year. O birisi ilə görə ki, 2019-da 1.19'muş elə bir, əgər işte 90 yəni 2-dən biraz az. Bir dənə millətin cəmiyyəti, əlbəttə ölüm sayına da mən baxdım, ölüm sayı 1000 nəfərdə 16 nəfərdən yenibdir 1000 nəfərdə 6 nəfərə. Ya 8 nəfərə. Bu qədər. İndi diqqət buyurun. Əgər bir millətin 800 il bundan qabaq, elə baxın, bu cürsi deyirəm da, yəni bugünkü amarlara aparıram 800 il qabağa. Əgər 800 ilin içində bir millətin hər 1000 nəfərdə 16 nəfər ya 18 nəfər ölürmüş, yaxşı, 1000 nəfərdə. Yəni, mən baxırdım, 100 nəfərdə düşür, məsələn, indi 8, bu ki, 8 dərsə, 1000-də 8-i ölür indi. Yəni, 10 dana çoxalıbdır, yəni 10 dana ölü reyti azalıbdır. Əslində, yəni 10 nəfər hər 1000 nəfərdə pəsəndaz elirlər, dalıya qalır, ölmür də, qalır, cəmiyyət çoxalır. Orada, ildə. İndi siz fikir eləyin ki, görün bu 3 milyon cəmiyyəti, 3 milyon 200 min, 220 neçə min cəmiyyəti bölün 1000 nəfərə, görün ki, neçə olar. İndi deyin ki, bu ildə 10 nəfər çoxalıbdır.
Yəni hər 1000 nəfərdə 10 nəfər az adam ölübdür. Onu çoxalmaq hesab olur. İndi bunu və bir də bu ki, cəmiyyət özü də yad belə çox olan illəri ki, indidir, dava dərman çoxdur, yemək çoxdur, filan çoxdur, hər şey çoxdur. İldə 2% çoxalır. 1% 63. 1.63 faiz cəmiyyət çoxalır. İndi əgər buna diqqət eləsəz, görərsiniz ki, 800 ildə bir bu cəmiyyət ildə 100 dana 1% artsaydı. 800-də deyək ki, 1% deyirəm da, ildə 1% artsaydı, %1, 800 ildə gələk bu cəmiyyət 2-3 bərabər olaydı. Çünki 800 bərabər artmalı idi. Əgər onda 1 milyon olsaydı, 800 ildə 1% artsaydı, gərək 8 bərabər olaydı cəmiyyət. Çünki 800 il geçir, biz də deyik, ildə 1% çoxalsın. Bu gərək indi 8 qat cəmiyyət çoxalaydı. Onda əgər 3 milyon idi, gərək olaydı 9 milyon. Buranın cəmiyyəti indi 3 milyondur. Burada bir məsələ var. O da budur ki, indi Türkmənistan da bu cürdür. Türkmənistanın cəmiyyəti də elə bu qədərdir. Çox deyil, 5 milyon zatdır. Mən baxdım bunlara. Turkmenistan population. In 2019, the population of Turkmenistan was 5,942,089. 5 milyon 942 min 49 nəfər bunun 2019-da cəmiyyəti varmış Türkmənistanın. İstəyirəm deyəm, əgər biz o tərəflərdən köçsək, biz burada Türkiyədə bir, deyək ki, Kürdlərə çıxsaq, o birislərə çıxsaq, deyək ki, bir 60 milyon türk var, 70 milyon türk var Türkiyədə. 40 milyon İranda var. Kuzey Azərbaycan var. Və onun yanındakı, bunları əgər diqqətə alsaz, Əraqda, Suriyədə, orada, burada, bunları diqqətə alsaz, görərsiniz ki, burada bir 150 milyon, ya 100 milyon, heç olmasa deyək ki, burada, yox, çox olar, 130-140 milyon, deyək ki, burada, bu bölgələrdə, Qıbrısə tərəfi, Rufiyə tərəfi, köçənlərin hamısını hesablasaq, 150 milyon türk var. Nədir ola bilər ki, oradan biz köçmüşük, gəlmişik bura, oradakılar hala 3 milyon deyil, ya Türkmənistanda 6 milyon deyək, biz burada 100 milyonuq. Bu, bunu göstərir ki, mənim teorim düzdür, ta o teorilər ki, bu Avropalılar bizim beynimizə getirdilər, bizə axmaq fərz ediblər və bizə deyiblər ki, siz oradan götüb gəlmişsiniz bura. Və biz də bunu, Türkiyə də bunu daimən təkrar edilir, həm mədrəsələrində təkrar edilir. Əslən, mən bilmirəm, niyə fikirləşməyiblər? Bax, coğrafikli, yəni, baxalar torpağa ağıb, torpaq verimi yoxdur. Necə qotbuda, dedim, aylar, canavarlar doğmazlar. Necə o birisi ağac çıxmaz, buğda çıxmaz, arpa çıxmaz, heç də çıxmaz. Çünki isti fəsli çox qıssadır. İsti fəsli çox qıssadır. Onun üçün bu teori ki, biz oradan köçmüşük, bunlar nə Türkmənistanın cəmiyyəti, üst-üstə qoysaq, Türkmənistan, Qırğızistan, Tataristan, hamısını qoysaq 20 milyona çatmır. Axı, ola bilməz ki, 2021-ci ildə 20 milyona çatmayan cəmiyyət 800 il bundan qabaq bir belə milləti doğa gətirə bura. Yox, bunun mənası budur ki, mənim teorim düzdür, teori budur. İsti yerdə hər şey çox balalar, çox imkanı vardır. Tolidi misli türkcə, ərəbcə deyirlər. Yəni, doğumu, artımı çoxalar. Bu doğum artım yetişərlər Darwinin nəzəriyyəsində tənazu bəqa. Yəni, burada hər kəsin çox toprağa əl çatması və oradan yemək yığmasının davasına gələr. Burada onlar ki, çoxluqdular, azdıqları. Məsələn, fikir edin ki, mən 100 nəfərəm,
bir qonşum var 50 nəfər. Məni 2 nəfərə, onların qabağında 1 nəfər, onların 1 nəfəri bizim ikimizin qabağında durur. Təbiətən onlar bizim qabağımıza davam gətirənməzlər. Nə olar? Biz savaşanda onlar məcbur olarlar ya ölələr, qətlə am olarlar bizim, çünki burada tənazu bəqa şeyi var. Yəni hamımız diri qalmaq istəyirik burada. O adam burada qalar ki, zorludur, güclüdür. Güclü adam qalar, gücsüz adam qaçar. Gücsüz adam hara qaçır? O yerə ki, eləyə bilsin, geçsin ki, ölməsin, amma diri qalsın. Diri buradan qaçır ki, gedə isti yerdən qaçır ki, gedə soyuq yerə, Türkmenistana, Qırğızistana, Tataristana, Moğolistana gedir, ya üstlərə. Rusiyanın o şeylərinə gedib. İsteplərinə. Niyə gediblər? Çünki canlarını götürüblər, qaçıblar. Öləni ölübdür, qalanı gedib orada qalıbdır. İndi ona görə bəzən baxırıq, görürük ki, Türk millətlərinin orada bəzi, mən yaydım da 2-3 gün bundan qabaq videolar ki, mənə də dostlar göndərmişlər. Məsələn, orada İnquşya, nə bilim, bir dənə dövlət vardı Türk şeyin içində, mən onun rəis cumhuru da bir xanımdı, onu da yaydım. 200-300 min nəfər cəmiyyəti qalıbdır. Çünki doğa bilmir. Doğa bilmir. Eyni halda bir dənə də ayrı məsələ var. Onlar ki, şimala gedirlər, nə qədər hava soyuqdur, orada dəliləri ağ olur. Nə qədər gəlirlər isti tərəfə, bir belə dəriləri qərəlmağa başlayır. Gedirlər Hindistana tərəf, üzdən qərəlir. Və farslarınki də bu cürdür. Farslar buranın bumisi deyil. Oradan, Hindistandan gəlmədi. Biz də oradan qaçmışıq. Yəni, biz də isti yerlərdən qaçmışıq. Gəlmişik bu soyuq yerə. İndi Azərbaycanda biz neçə 100 ildir, ya neçə 1000 ildir yaşırıq. Mənim nəzəriyyəm buydu ki, biz Azərbaycandan köçübdür bizim adamlarımız gediblər soyuq yerlərə, ya şimal dedikləri quzeyə. Bu bizim Azərbaycandan qaçıblar ki. Xoşbəxtانه sonralar gördüm ki, Azərbaycanda da bir dənə elmi alimi, o da bir ayrı yollarını mən yetişdiyim nəticəyə yetişibdir və çox böyük kitablar yazıbdır. Mən bu kişinin kitablarını oxumamışam, amma sözlərinə qulaq asıram videolarına. Gözəl bu nəzəriyyəsini açıqdır və o da deyir, eyni Mənətay deyir ki, Urmu gölünün ətrafı türklərin doğum və dağınaq yeridir. Yəni, burada doğunublar və buradan doğunandan sonra tənazu, bəqa məsələsində məcbur olublar ki, bir iddəsi köçüb gedibdir onlara. İndi sonra Çəngiz burada nədir çıxıbdır, ya Teymur nədir çıxıbdır, bunlar da bir ayrı məsələdir. Diqqət buyurun, iki şey bizi dünyaya müsəllət eləməyə məcbur elər. Savaşa məcbur elər. Hətta 2-ci Dünya Savaşı və 1-ci Dünya Savaşı ki, Avropalıların savaşı, Dünya Savaşı deyil əslində. Avropalıların 1-ci savaşları və 2-ci savaşları, dedim, Dünya Savaşı deyil. Bunlar Avropalıların savaşlarıdır. Əgər burada diqqət eləsə, görürsünüz ki, tənazu, bəqa məsələsidir. Alman deyir ki, bizə torpaq İngilistan, Rusiya və o birisi dövlətlər bizə torpaq qoymayıblar qalıb ki, biz orada tənəffüs eləyə bilək. Tənazu, bəqa, yəni savaş, bəqa da dirilik. Dirilik üçün, diri qalmaq üçün savaş. Almanlar deyirlər ki, bizə Avropanın o güclü məmləkətləri, o cümlədən İngilistan, Fransa və habelə Rusiya bizə dünyada nəfəs çəkmək yeri qoymayıblar qalıbdır. Hər yeri müstəmirə eləyiblər, bizə qalmayıbdır. Biz məcburuq ki, onlarla savaşaq, özümüzə nəfəs yeri alaq. İndi nəfəs yeri nə mənədir? Onların Almanın az torpağı yox idi ki, özünün orada millət yaşasın. Amma yox, bunların iqtisadı gərək ki, bir yerdə satılıydı. Mənabə iqtisadı alıydılar, bir yerdən ucuz istismar eləyəydilər, ucuz mal götürəydilər vətənlərinə, onu çevirəydilər iqtisadın ürünlərinə, onları yenidən satıydılar dünyaya və pul qazanır. Bunun üstündə rifah qazanıydılar. Bunun üstündə görürsünüz ki, 1-ci Dünya Savaşını salır Alman, 2-ci Dünya Savaşını salır və görürsünüz ki, elə bu köç məsələsi də daimən aşağıdan yuxarıya olur. Məsələn deyək, fikir edin ki, ermənilər 30 il bundan qabaq Qarabağı işğal edəndə onlar hara qaçdılar? Əgər Azərbaycan olmasaydı, yəni ana vətən olmasaydı, onlar ora qaçmasaydılar, hara məcburdular qaçalar? Məcburdular qaçalar gedilər uzaqlara. Yəni
o yerlər ki, orada millət çoxdur, ora gedənməzsən. Çünki orada sənə torpaq icazəsi verməzlər ki. Məcbursan gedəsən bir yerə ki, orada torpaq boldur, amma adam da yoxdur. Çünki hava müsait deyil adamın orada çox olmaq üçün. Onun üçün də doğa bilməzsən. Məsələn, adamlar doğa bilməz, heyvanlar doğa bilməz. Doğarlar, az doğarlar. Məsələn, siz şimalda görürsünüz ki, penguenlər ildə bir dana yumurta yumurtur. Çünki ər-arvad ikisi eləyə bilər, bir yumurtanı qışların arasında isti saxlayırlar, donmaya. Bu gedəndə yemağa o saxlayır qısının arasında, bacaqların arasında, o gedəndə birisi saxlayır. Yəni, ər-arvad ikisi bir yumurta saxlaya bilirlər. Çünki ayrı imkan yoxdur. Yəni, hava soyuqdur, yumurta yerə düşsə donar, ölər, qutuldur. Uşaq yemək də yoxdur. Yəni, lazım qədər yemək yoxdur ki, bunlar yiyələr, diri qalır. Onun üçün bir dənə uşaq ola bilər. İndi siz bunu baxın Çinə. Çin Mao inqilab edir. Mao'nun zamanında deyir ki, Mao bir dənə fərziyyə verir. Deyir ki, mən bunun üstə üçün danışqata konferansı vermişəm. Biraz hifzən bunu nətürdür. Mao deyir ki, niyə qoymursunuz uşaq olsun? Hər uşağın bir ağzı var, iki əli. Deyir, yəni işləmək gücü çoxdur. İki bərabər işləyəcək yedikdən sonra. Ən azı budur ki, hər adam yediğinin iki qatı işləyəcəkdir. Niyə qoymursunuz uşaqlarınız olsun? Çinlilər təşviq oldular və bunların çoxlu uşaqları oldu. Uşaq olansa yemək yoxdur camiədə. İmkan yoxdur, ev yoxdur yatalar. Yəni, məsələn, deyək, mənim dədəmin bir evi var, iki otağı var. Burada birində özü yatır, əlbəttə qədimi demir, qədimdə gördük ki, dedim də, amma qabaqcında demişəm. Bir otağı gördük ki, pərdə çəkirdilər, parça çəkdilər, pərdə də yox, parça çəkirdilər, orada 4 dana qardaş yatırdı, bir dənə dədə. İndi o cür deyil, indi deyir ki, yox, mən bir privacy istəyirəm, mənim özümün bir xüsusi bir yerim olmalı ki, orada arvadımla nəfəs çəkə biləm. Mən orada seks edirəm, heç səsini eşitməsin. Onun üçün qədim risalələrə baxsaz, şübhə, övlad var idi ki, şübhələnə olurdu. Nə cürdür? Qardaşlar bir evdə yatırdılar, bir onu gördüm, biri ağını yiyib gedib o birisinin arvadı ilə yatıbdı. İndi bilmirdilər uşaq kimindir. Yəni, məsələn, nənə də utanırdı, arvad utanırdı deyə, deyəmirdi, sən öldürərdilər. Necə ki, sən məsələn, bilməmsən kimlə yatırsan. Ona vələd-i şübhə deyirdilər. Ərəbcə idi adı, vələd-i şübhə. Yəni bilinmirdi ki, bu bəlkə də hətta dədə də bir onu görür, dədə fırlanıb gedib də oğlun məsələn gəlininin yerinə. Məsələn, xəbər də olmayıbdı. Səsdə salamlar, o da deyəmir ki, olan sən mənim qeynə tanısan, seksə giriblər və uşaq olubdu. Buna deyirdilər vələd-i şübhə. Deyirəm, fiqhə də keçmişdi. Amma indi yox. İndi deyir ki, yox, mən evlənirəm, mənim özümün ayrı evim olmalıdır. Ayrı şey. İndi Çində adam çoxaldı, yer yox. Yer yox belə əhməqa. Onun üçün Çinə baxsaq dağları əkiblər ki, dağı. Yəni bizim dağda torpaqlarımıza belə qoymuruq, qədrin bilmirik, sel gəlir, yağış gəlir, yığır, yuyur, apalır. Çinlər gəliblər buna arx eləyiblər, dağı. Bunları ləkləri, dağı lək-lək eləyiblər. Lək eləyə gediblər kəlləsinə. Dağın kəlləsinə çay düzəldirlər, hər nə mənə ki, onları tamam bağ eləyiblər. Çünki torpaq yoxdur. Verili torpaq yoxdur. Məcburdular, hər yerdə bir torpaq tapsalar, daşın üstünə biraz torpaq düşərlər, əkirlər orada bir şey, o çıxat yiyərlər. Bunun üçün ki, Çinlər it yeyirdilər. Bunun üçün Çinlilər yerdə tərpəşən şeyi ki, dəmir olmaya yeyirdilər. Yəni, məsələn, hər nə ki, yerdə, yer üzündə tərpəşən yiyərlər. Necə ki, tək bunlar deyil. Məsələn, siz oradakı cəmiyyət çoxdur. Məsələn, baxın, bir fəqət Vietnamı çıxın ki, Vietnam biraz vəziyyət fərqlidir. Tamam o keşvərlər ki, o məntəqədədirlər, hamısı yerdə o canlı bir şey ki, tərpəşən onu yiyərlər. Göydə də canlı bir şey hərəkət edir, onu yiyərlər. Çünki tənazu bəqadır. Burada ya diri qalacaqsan, ya öləcəksən. Sən burada deyənməsən, mən soxulcan yemirəm, mən pıs-pıslı yemirəm, mən şeytan deyərik biz, onu yemirəm, ya hər nə mənə, hər ilan, o şey ki, yerdə hərəkət edir, canlıdır, onu deyirsən, deyənməsən, mən yemirəm. Çünki ya yiyəcəksən, ya öləcəksən. İkisindən biridir. Bunun üçün Çinlər görürüz ki, itləri yiyirlər, heyvanlar hamısını yiyirlər, hər şeyi. Niyə? Çünki yemək yoxdur. Ayrı bir çarə yoxdur.
İndi görürsünüz ki Uyğurları niye orada istəyirlər öldürələr ya aradan apararlar? Çünki deyir ki, bu topraklardan bunlar nə qədər çıxıb geçsələr ya ölsələr mənim nəfəmədir, çünki torpağı qazanıram. Niyə İranda bizi ya ərəbləri, ya bəluçları, ya türkmənləri öldürməyə cəhd edirlər, iqtisadi öldürməyə? Bu ki biz oradan köçək. Çünki biz orada düşəndə Farsların torpaqlarında su yox, əkinəcək yox, fəqət gün yandırıcı gün. Neynəsin bu? Bu məcburdur. İndi ki gəlib işinizdə deyir ağa, mən bitir eləyim bu türklər köçsünlər, bu ərəblər köçsünlər, bu bəluçlar köçsünlər, bu lorlar köçsünlər. Hətta baxın, bu ki indi İran dövləti istəyir ki, mühacirət, xariciyyə çox olsun, pənahəndə çox olsun. Bir illəti budur. Çünki hər adam ki gedir, o adamın yeri boş qalır. Boş qaldığı yerdə farslara yer açılır. Bizim indi Azərbaycanın baxın kətlərimizin %90-ı Azərbaycanda %90 kətlər boşdur. Millət köçüb gedib, kət boşdur, 2-3 dənə ev qalır. Qalanı özü xərabə. Yəni siz arazın oradan çıxırsınız maşınla, gəlin gedin Tehrana. Yolda gör tamam kətlər boşdur. Tamam kətlər xarabadır. Niyə? Çünki adamlar köçməyə məcburdular. O torpaqlar kimə qalır? İndi bir nəsl gəlib gedə bilər, ikinci nəsl də gəlib gedə bilər. Çünki dədəsi məsələn kəndə gəlib gedib bu da. Üçüncü nəsl gəlməyəcəkdir. Çünki mənim orada nə işim var? Heç məni tanıyan yoxdur. Ora indi mənim məsələn balalarım nə bilirlər bizim Kəlanda yerimiz var, haradır yerimiz. Çünki heç mən özüm də tanımıram ki, haradır. Mənim 6-7 yaşım var, oradan çıxmışam, bəzi yerləri tanımıram, bəzisini tanımıram. İndi mənim uşaqlarım məsələn oranı görməyiblər. Bilmirlərsən Kəlan nə şəkildə bir yerdir. Hardadır? Hansı coğrafiyada durubdu? Tamam. Qələbəbəçi gelib, tamam, bura bizim kəndimizin ətrafı. Amma kəndə getməyibdi. Kəndə getsin, yerimizi tanımır. Tamam, bu yer, hər kəs gələn nəsl, oranı işğal eləyəcəkdir. Bu dünyanın hər yerində bu şeydədir. Mən bilmirəm niyə gəldim oradan buraya. Hər halda istədim fəqət bunu bir izah eləyəm ki, bu iki bizə inandıralar. Biz Moğolistandan gəlmişik, Türkmenistandan gəlmişik, Tataristandan gəlmişik, hardan gəlmişik. Bunların hamısı yalan bir teori və ahmaqcadır. Biz də bu ahmaqcanı mütəəssifanə danışqahlarda bizə dərs verirlər. Yəni bir danışqah ki, bu sualı soruşa bilmir ki, orada niyə quş yumurtlamır, niyə orada canavar balalamır, niyə ayı balalamır, bir dana bunu soruşamır. Bunu mənə deyir ki, Moğollar, Tatarlar, Türkmənlər əski, yəni 0-0, əski 45 dərəcə, 50 dərəcədə 5 dana, 10 dana uşağı olubdu bir arvadın və bir nəslin ya 2 nəslin içində bunlar birdən-birə 100 bərabər cəmiyyət olublar, eləyə biliblər, orada gəliblər bu tərəfləri alıblar. Əslən, olası bir şey deyil. Yəni, yemək tapmaz orada olsun əslən. Atın kəsir yiyir adam. Ac qalır, ilin başında görürsən, atın kəsir yiyir. Bir dənə də bir kəlməni, yenə taza mən bunu öyrəşdim. El at. Biz deyəndə el at, köçəri. Bizlərdə el at. Diqqət edin, iki dənə kəlmədən qatışıq düzəlib olub bir dənə kəlmə. Nə mənə? El və at. Yəni, biz türklərdə, biz atsız bir cəmiyyət deyilmişik. Niyə atsız deyilmişik? Çünki atsız el at olmaz. El atlı olar. Əgər biz atdan düşsək, yəni o dünyanın ən hızlı gedən heyvanı idi və ən güclü gedən heyvanı idi. Bunun üçün də dünyada görürsünüz ki, məsələn, tamam maşınların hamısını deyir ki, hətta qətarı da at gücü ilə ölçürlər. Deyirlər ki, 1 at, 2 at, 5 at, 100 at. Məsələn, bir dənə məmuli 4-5 nəfər minə bilsin bir dənə maşına, İranda məsələn Peykan, ya Peykana bənzər hər maşın indi vardı. Biz Peykan zamanı çıxmışıq da, indi mən bilmirəm ki, Perşiya, nə mənə bunlar vardı. Pershiyadan da biraz acığım gəlir, ona görə. Məsələn, ona deyirlər ki, 150 at, 200 at, 300 at, 500 at, trilliyə deyirlər, məsələn, 550 at. Yəni, 550 atsa bunun qudrəti var. İndi biz el at deyəndə, yəni, biz qudrətimiz ata bağlı idi və at bizim savaş gücümüzü göstərirdi, hərəkət gücümüzü göstərirdi və əslən iqtisadi gücümüzü göstərirdi. Bizim bu gücümüz var. Amma indi mütəəssifanə özümüzə deyəmirik ki, məsələn, el at yerinə deyəmirik ki, məsələn, uzay milləti, yəni göylər milləti. Dünyada hər yer gedirlər göylərə və oradan güc bəlli olur.
Yəni siz Amerikanı hardan gücünü bilirsiniz? Bomba atomindən bilmirsiniz. Siz göylə gedənləri bilirsiniz. Çünki o göyə getmək qüdrətin ən yüksək yeridir. Hər halda pəs dilə görə danışırdıq. Mən getdim buradan cəmiyyətə, dedim ki, məsələn, onu istədim deyəm ki, Moğolların da dili, ona görə biz oradan gəlməmişik və Moğollar da oradan gəlib bizə dillərini öyrətməyiblər. Ya biz onların sayəsində türk dilli olmamışıq. Çünki Moğolların əvvələn dili fərqlidir. İkinci, cəmiyyətləri o qədər az idi ki, dünyanın heç yerində bunlar nə din dəyişdiriblər və nə dil dəyişdiriblər. Cəmiyyətləri az idi. Hətta əgər gəlsəydilər, çünki mən əslində nəzərimə gəlir ki, Moğollar gəlməmiş ola bilər bura. Yəni, necə ola bilər? Bu tarixi nədir ola bilər? Bir cəmiyyət ki, məsələn, indi 3 milyondur, gələ məsələn dünyanın 100 milyon cəmiyyətinə hökm edir. Məsələn deyirəm. Axı 100 milyona 3 milyon məsələn hər 3 nəfərə yox, yenə də yetişməz axı. Hər ordudan 35 nəfərə bir nəfər adam yetişər. Olmaz. Yəni əlbəttə strategilər fərqlidir, eləyə bilərlər, ayrı adamlara sərbaz istifadə eləyirlər, amma mənim nəzərimə ki, dünya bir şeyi yıxıbdır Moğolların başına. Hər halda bu sualdır. Bir də mən sual mətrəh eləmək istəyirəm. Yəni teorilərin üstünə, tərsinə bir sual mətrəh eləmək. Hər halda buradan keçək. Bəs dedi ki, Osmanlıların bir yazı dili var idi, dərbar dili var idi, amma bu şəfahi dilə çevrilmədi. Niyə? Deyir ki, yüzlərcə çalışdılar, yüzlər il çalışdılar, amma müvəffəqiyyət elə gətirmədilər, yəni başarı qazanmadılar. Deyəlim ki, yəni biz deyək ki, ya deyək ki, Azərbaycanda bu cürsə deyilir. Amma orada deyir ki, deyəlim, yəni bizlər hamımız cəmdir. Deyəlik ki, bir takım zorlayıcı yasalarla İstanbul xalqı bu qərib yazı dili ilə konuşmağa başlamış olsaydı belə, nə olardı? Yenə bu yazı dili gerçəkdən milli dil olmazdı. Deyəlim, belə fərz eləyək. Deyəlim, yəni belə fərz eləyək, 2-2-2-dir. Bir takım, bir sürü, bir tedad ərəbcədir, takım onun, əlbəttə takım da latindən gəlmədi, team anlamında. Bir takım zorlayıcı, zoruna, yasalarla, qanunu, İranda məsələn, indi mədrəsə qanunu, filan qanunu gəlibdir, bizləri 100 ildir istəyirlər, fars eləyərlər və fars görsədələr və farsdan dönmüş hətta görsədələr. Amma 100 ildən sonra ki, bu mədrəsə Osmanlı zamanında belə yox idi. Radio, televizyon, ruznamə, kitab, məcəllələr, hər nə desəz fars dilində olaraq zorla özü də. Çünki biz seçməmişik farsı dilində dərs oxuyaq. Biz fürsət tapdığımız zaman türk oxumuşuq. Nümunəsi milli hakimiyyətimiz olanda Pişəvər dövründə biz foriqə etmişik. Bir ilin içində mədrəsələrimizin hamısı türk olub, kitablar da türk olubdur, ruznamələr, məcəllələr, hər şey türk olubdur radio, televizyonda. O zaman televizyon yoxumuz, amma radiomuzu qurmuşuq və radiomuz da Təbrizdə türkcə olubdur. Bunu demək da, deyəlim ki, bir takım zorlayıcı yasalar, qanunlar, yəni qanunlar vasitəsilə, bizim burada yasalarla, yəni yasalar vasitəsilə İstanbul xalqı bu qərib yazı dil. Yəni o əcibə türkü ki, məsələn, Osmanlılar danışırdı, onu biz indi Təbrizdə danışırıq, indi radio, televizyon danışır. Bizim qızlarımız, oğlanlarımız kilas qoyanda bir əcibə türkü, farsı danışırlar. O dil. Bu qərib dedik ki, yəni o qürbətdə olan, uzaqda olan, uzaq dil. Qərib dil, yəni özgə dil, uzaq dil. Bu qərib yazı dili ilə konuşmağa başlamış olsaydı, hətta ustamlar deyir ki, bu yazı ilə də başlasaydılar danışmağa, yenə də bu yazı dili gerçəkdən milli dil olmazdı. Bu yazı dili vaqei dil olmazdı. Necə ki, bizə fars dili vaqei dil deyil. İndi bəzi adamlar kilas qoymaq üçün danışır. Amma niyə? Çünki fars dili zor dilidir, idarə dilidir və rüşvət dilidir. Bizə rüşvət verirlər.
Nə mənə verir? Deyir ki, müftəcəl kitab oxu, müftəcəl mədrəsəyə gəl. Bunlar müftədir. Yəni düzdür biz az pul veririk, amma o qədər pulla dərs oxumazlar ki, siz gedəsiniz məsələn bir diplom alasınız, bir yerdə 2 illik dərs oxuyasınız, neçə min dollar pula baxar. İranlılar niyə bizə bu pulu verirlər? Ya şah zamanı niyə bizə yemək də verirlər deyirlər gəlin oxuyun? Çünki onlar istəyirlər bizdən bir millət düzəldər. Niyə biz elmi millət deyirik? Bunu soruşaq özümüzdən. İndi bizə 100 ildir bunlar danışqa qoyublar, mədrəsə qoyublar, dərs verirlər. 100 ildən sonra bu məmləkətdə bir elmi bir şey yoxdur. Elmi bir şey yoxdur. Onun tərsinə ki, yüzlərcə, minlərcə doşçuramız var. Bir dənə elmi bir şey oradan çıxmır. Niyə? Çünki hədəf elmi tolid eləmək deyil. Hədəf insanları dillərindən qopurub, fərhənglərindən, tarixlərindən qopurub farslatmaqdır. Onun üçün bizə istəyirlər farsı örc edilər. Amma 100 ildən sonra biz baxırıq ki, bu dilin, millətimiz Təbrizdə konuşan dil fars dili də deyil, mütəəssifانه, türk dili də deyil. Çünki onu konuşma dili olaraq yalnız İstanbulun deyil, bütün Türkiyənin qəbul etməsi lazımdır. Deyir ki, o dili ki İstanbulda danışacaqdılar, hətta əcəl olsaydı bir zorla gəlib də bunları məcbur eləyirlər ki, siz Osmanlı dili, Osmanlının taxtında danışan dili ya divanında danışan dili danışın. Deyir çünki o konuşma dili olaraq, hətta konuşma dili olsaydı da yalnız İstanbulun deyil, fəqət İstanbulun dili olmazdı ki, gərək Türkiyədə bütün türklərin dili olsaydı lazım idi. Bu qədər böyük bir topluluğa isə zorla heç bir şey qəbul edilməzdi. Deyir ki, bu böyüklükdə bir topluluğa, topluluq deyir burada, millət demir, toplum demir. Topluluq deyir, yəni müxtəlif millətlər. Çünki hər ilin bir şeyi var. Məmləkət deyirlər Türkiyədə də ilə. Yəni indi rəsmi olaraq 100 ildir deyirlər ki, bura il. Amma millət öz arasında konuşanda nə deyir? Deyir ki, məmləkət nərəsi? Yəni hansı məmləkətdən sən deyirsən məsələn İstanbul, deyirsən Ankara, deyirsən Əskişehir, deyirsən Dənizli, deyirsən Erzurum, deyirsən Qaradəniz, deyirsən Yozgat, bunlar görsədir ki, siz orada da millətlər, onun üçün də oranın da sistemi federal halətə yaxın bir sistemdir. Hər halda. Çünki onu konuşma dili olaraq yalnız İstanbulun deyil, bütün Türkiyənin qəbul etməsi lazım idi. İndi bizim də İranda bizim dilimiz mütəəssifانه görürsünüz ki, hala 100 ildən sonra əvvəllər biz qəbul eləməmişik, bu çox gözəl, amma mütəəssifانه görürsünüz ki, farslar istəyirlər tamam İranı fars eləyirlər. Amma olmur. 100 ildən sonra olmur. Ərəb deyir ki, mən ərəbəm. Hətta Mazəndaranlılar, Gilanlılar rəsmən deyirlər, hətta müsəlləh quruq düzəldirlər, biz fars deyilik, biz farsın quyruğu deyilik. Yəni bu deyirlər. Niyə? Bu qədər böyük bir topluluğa isə zorla heç bir şey qəbul edilməzdi. Amma biz burada görürsünüz ki, zorla bizim boynumuza qoyublar mədrəsəyə, idarəyə, hər yerə, farsa, amma görürsünüz ki, yerinə oturmur hala. O halda son paragraf bu səfədən yalnız bir seçenek qalır. Bəs indi dedi ki, əgər kətbi dil ya Osmanlı dərbarının dili rəsmi dil ola bilmirsə, millətin danışdığı dil ola bilmirsə, ikinci dil nə oldu? Qərar oldu ki, millətin dili rəsmi dili olsun. Görək ona görə. O halda yalnız bir seçenek qalır. Bir seçenek qalır. Yəni bir haqqı intihabımız bir dənə olur. Seçenek türkçədir, intihabın yerinə. Konuşma dilini yazaraq yazı dili haline gətirmək. Deyir ki, bəs o seçenek nə mənədir? Danışıq dilin, konuşma dili, konuşma, danışmaq. Danışmaq dilini yazaraq, yəni yazaq, o danışdığımız tərzdə yazaq. Onu yazı dilini haline getirmək. Yəni konuşma dilin yazı dili haline getirək. Bu dil rahatdır. Zaten xalq yazarları bu işi əskidən bəri yapırdılar. Zaten yəni əslində xalq yazarları, millətin içində yazarlar ki vardı. Bu işi, yəni danışdıqları dildə yazmağı əskidən bəri, qədim zamandan indiyə qədər bunu görürük. Bizim də o cürdür. Bizim də Azərbaycanda şairlərimiz. Baxın, bir neçə şair fars yazıbdır. Tamam. Məsələn, deyək ki, Sahibi Təbrizi fars yazıbdır. Məsələn, deyək, Moğləvi fars yazıbdır, Moğlana Rumi. Ya deyək, hər kəs, bir neçə nəfər var. Amma bizim şairlərimiz fəqət bu 5 nəfərdir. Yox. Bizim minlər şairimizdən 5'i farsça yazıb.
İndi qalanların deyək ki, biz axı bilmirik ki, məsələn bizim şairimiz var, türk yazıbdı. Hə, biz bilmirik. Çünki İran dövləti icazə verməyib biz o kitabları çap eləyək. Ya yandırırlar, aradan aparırlar, ya da kitabxanalarda gizli qalır. Oradan biz bilmirik. Yoxsa indi icazə verilib, məsələn bu inqilabdan bəzən bir izalə oradan bizə baxın ki, yüzlər bizim şairimiz var. Fəqət inqilabdan bu üzə çap olan kitablara baxın. Ən azı 20.000 müxtəlif kitab çap olubdur. Türk dilində. Ərəb əlifbasında. Ayrı millətlərdən tərcümələri demirəm, ha ki, türk dilində ola bilər. Yox, belə bu Azərbaycan, Güney Azərbaycan və İran türkləri dediyimiz yer vardı, deyirlər İran türkü. Bu coğrafiyada yaşayan millətlər, türkəmənlər, Qəşqailər, Xorasan türkləri, Xəlic türkləri, hər yerdə türk var da, dedim Azərbaycan türkləri də onlardan biri. Kürdlərin içində, Kürdistanda yaşayan türklər, bunların fəqət yazılarının, Rəşd şimalda yaşayan türklər, baxırsınız, görürsünüz ki, kitablar çap olub sayı 25 mini geçib. Bunu görsədir ki, bəs bizim əvvələn yazmaq gücümüz var. İkinci, dövlətimiz olsa bizim əslən ehtiyacımız, yəni bir gündə bizim mədrəsələrimiz yox. İkinci bir şey ki, istəyirəm deyəm, bu da, mən yenə də bunu, hətta geçən həftə eşitdim, bir fars danışır, deyirdi ki, imkan yoxdur biz İranda, islah tələblərdən danışırdı özdə, deyirdi, imkan yoxdur biz İranda gətirək, hər millətin öz dilində dərs oxusun. Onun üçün biz məcbur ki, hamını fars edirik. Farsı dili oxusun. Niyə? Niyə yoxdur? Əvvələn baxın, hər yerdə mədrəsə var. Mədrəsə yoxdur, mədrəsə tikilməlidir. Əlbəttə, indi hər yerdə demirlər ki, mədrəsə yoxdur. Mədrəsə var. Çapxana da var. Müəllim də var. Yəni, müəllimə hüquq verilir, tamam. Bu hüquq verilir. Fars dərsi desin, ya türk dərsi desin, ya ərəb dərsi desin, ya bəluç dərsi. Bu, yəni, baxın, bəluçların özlərindən müəllim var da. Yəni, bəluçları müəllim elərik, müəllim eləyiblər. Bunlar gediblər, dərs oxuyublar danışqahda, ya tərbiyət müəllimdə olublar müəllim. Pəs bəluç. Ərəb də gedib oxuyubdu, amma farsca müəllimdir. İndi Lor da gedib oxuyubdu, Cilət də gedib, Mazən də gedib, Türk də gedibdi, Türkçəmən də gedibdi, Qəşqay da gedib. Hamısı gediblər, bunu oxuyublar, onlar müəllim. Pəs hər millətin öz dilindən adamlar var ki, danışqahda dərs oxuyublar, təlimi, tərbiyə sistemi bilirlər nədir. Pedaqoji deyirlər də, pedaqoji bilirlər nədir ki, pedaqoji bu sistemdə biz uşaqları öyrədəcəyik. Bunu bilirlər. İndi təhcə müşkül var nədir? Budur ki, kitabları, məsələn, türkcə yazıq. Tamam kitablar. İndi buna adam yoxdur. Tehranda o adamlar ki, oturublar, kitab yazırlar. Onları qoyacaqlar Tehranda farslara yazsın. Deyəcəklər, Azərbaycanlar, siz məsələn, şiimi yazın. Şiimi ustadları, şiimi kitablarını yazacaqlar türkcə. Fizik ustadları, fiziki yazacaqlar türkcə. Tarixi yazacaqdı. Ədəbiyyat yazacaqdı. Şeiri yazacaqdı. Rəqsi yazacaqdı. Hamısı türkcə olur. Yəni, kafidir bir iradə. Deyək ki, mən bu illəri 100 milyon tümən, ya 100 milyon tümən, 1 milyard tümən qoyuram, bir iddə insanlar gələcəklər, təxəssüsü kitablar yazırlar. Qurtuldu getdi. 6 millət var, 6 milyard tümən. 6 milyard tümən elər məsələn nə qədər? Çox bir az pul elər. Çox bir az. Yəni, ixtilasların milyardıda biri. Pəs bu bəhanədə qəbul deyil. Farslar sadəcə istəyirlər imperatorluqlarını saxlayırlar və istəyirlər ki, biz zaman içində tariximizi və dilimizi unutuq. Zaten xalq yazarları bu işi əskidən bəri yapırdılar. Bizdə də bu iş əskidən bəri görünür. Yap belə lüğəteyni yazanlardan da, yəni yap belə əski zamanlardan 1000 ildən qabaqdan belə başlayıbdı bizim dilimiz yazılmağa. Yazı dili, diqqət buyurun, mən bir dəfə də bunu demişəm, lazım deyil bir dil çox qədim ola. Məsələn, onu ərz eləmişəm, Nadir Şahdan sonra bir dil yaranıbdır, 3-4 məmləkətdə bu danışılır. Pakistan, Hindistan, Bəngladeş. Bunlarda bir dil danışılır, adı ordudur. Ömrü də Nadir Şahdan bu üzədir. Amma bu dil, bu günləri elmi dilidir, ədəbiyyat dilidir, musiqi dilidir, teatr dilidir, təlim-tərbiyyət dilidir.
fəlsəfə dilidir. Lazım deyil ki, bir dil gərək hətmən 100 il, məsələn 10 min il yazılmış olur. Niyə? Əslən buna ehtiyac yoxdur. Kim bunu deyir? Kim bunu deyir? Hər kəs bunu deyir, istəyir deyək ki, mən yəni yox, belə bir şey yoxdur. Və indi də görürük ki, bunların bir çoxu yalandır. Mən Cunas TV-də dəfələrcə bu kitabı göstərmişəm. Mənim bir Döktür Mehdi Mohseniyan Rad var. Onun bir kitab yazıbdır. İran der çahar kəhkəşan nə mənə. İran der çahar kəhkəşan. Belə bir adı var. Siz ora baxın. Orada bir yerdə deyir ki, bizə bunu kilasda üçün özüm biz bunu adamla dərs oxumuşuq böyük ustadla. O deyirdi ki, mən özüm getdim, baxdım o Nəqş-i Rüstəmdəkinə ya şeydəki fars dili yazıb. Deyir ki, bunların bunlar mətələr, bu daşı saf eləmək. Deyir ki, 10 dana müttəhidül mərkəz və şuaları bir əndazədə bir dəstgah bunlar şey eləyir. Bəs əgər bunu dəstgahla eləyiblər, bəllidir ki, 2000 il, 5000 il bundan belə bir dəstgah yox idi. Gələ 10 dana bir zamanda, məsələn, dəstgah qoyarlar ora, daşı 10 yerdə 10 dana şua xassından daşı saf eləyir. Bu bəllidir ki, yox idi. Bunlar da hamısı bəllidir ki, bu dəblər bizə taza nağıllar düzəldirlər. Necə ki, Təbrizdə ya Farsistanda başlayıblar bizə taza tarixi asar düzəldirlər. Təbrizin özündə bu günləri bizə mərəmmət tarixi deyə bizim tariximizi dəyişdirirlər və bunları da biz görürük. Mən bunu 20 il, 20 neçə il bundan qabaq Radio Fərdadan deyərək bu günəcən deyirəm. Bizim tariximizi bunlar da işte bizə tarix düzəldirlər. Bizə niyə? Sabahlar deyəcəklər ki, bunlar baxın, bunlar farsımışlar, çünki bu fars memarlığıdır burada. Amma bizim burada məsələn Qaraqoyunlu memarlığın götürüblər, dəyişdiriblər, eləyiblər məsələn bir dənə fars memarlığı. Amma zaman içində dəyişdirilir, bazar bilmir bunu, dükan bilmir. Gedirlər filan kəsin evini tuturlar, deyirlər, biz bunu şey elədik. Bazsazı elədik, hazırdır məsələn, bura muza olsun, filan kəsin evidir. Gedirsiniz, baxırsınız, görürsünüz, burada bir əcibə bir memarlıq düzəldiblər. Bu memarlıq Təbrizdə yoxdur. Amma bura eləyirlər. Gedirsiniz, Təbrizin altında tonellər var imiş qədim. İndi gedirsiniz, görürsünüz, onlar beton eləyiblər, taza düzəldirlər. Yəni, bizi 20 ildən sonra deyəcəklər ki, 50 ildən sonra, 100 ildən sonra, əslən bura, məsələn, biz ölüb gedəndən sonra da, bizim nəslimiz ölüb gedəndən sonra, 2 nəsil sonra, bunlar bu Təbrizin altında bir ayrı şəhər vardı, biz əslən bəllidir, bu bizə göstərir ki, bunlar Farsistanımış bura. Bunlar əslən Moğollar gəliblər buranı, Türklər gəliblər bura, sonra mühacirdirlər. Bunları biz görəcək sonra. Onun üçün biz bunları əkslərin qoymalıyıq, üstündə danışmalıyıq, deməliyik ki, bunlar nədir? Axı, baxın, bir dənə də məsələ. Göy Məsciddə yer qazıblar, yeri qazanda, oradan yerin 10 metrlığında, 9 metrlığında ölülər tapılır. Ağa, nə olubdur? Bu topraq hardan gəlib tökülübdür Göy Məscidin üstündə? Bura 10 metr olubdur. Ağa, Təbrizin hər yeri bu qədərdir da. Yəni, Göy Məscid bizə bir müsəttəh bir yerdir. Bu dərə, hər yeri. Nəcür olubdur? Bura 9 metr torpaq bura hardan gəlib tökülüb buranın üstünə? Bu şəhərin 9 metr torpaq. Bəs bu da yalandır. Mənim nəzərim, axı, neçə min il bundan qabaq onlar o dərinlikdə yaşırmışlar. Neçə min ildə burada zəlzələlər olubdu, sellər gəlibdi, torpaq gətirib töküb bura. Bura bir zəminşinası dövrəsi keçirdi, baxı. Məsələ bu ki, bura zəminşinası dövrəsi keçirdi. Zəminşinası dövrəsi 10 ildə, 100 ildə, 200 ildə, 1000 ildə olmaz. Milyonlar il çəkər bu zəminşinası dövrəsi keçinə və biz görürük ki, burada 9 metr torpaq danışır. Bunun altında necə ola bilər şəhər olsun? İlla ki, deyək, Təbrizdə adam öləndə 9 metr yeri qazılmışlar, qoyulmuşlar. Bu da əslən ağla çatan bir şey deyil. Çünki Təbrizdə su yox idi, təbii, bunu qəbul edirəm. Təbrizdə su yox idi, quyu qazardılar, su çıxadardılar. Amma 9 metr, 20 metr də, 50 metr də mənim əmim 49 metr quyu vurdu, axırda suya çıxmadı, qoydu, qaldı orada. Şahabatın otayının adı nəminədir? Erəmdə. Çünki indi Təbrizdə su yoxdur axı. İndi Təbrizdə 200 metrdə su çıxmır. Amma biz özümüz Təbrizdə 51-2-də biz Təbrizdə daşınmışıq. Onda biz Təbrizə gələndə Təbrizdə 8 metrdə, 7 metrdə su çıxırdı. Təbrizin özünə, baharda ki, biz yaşırdıq. Baharda ki, biz yaşırdıq. Məsələn, bizim həyətimizdə 2 dənə quyumuz var idi. Amma indi mənim yadıma gəlir, biz
sizdə dediyimiz indi deyirik ki, təbiət günü. O təbiət günü ya doğa günü biz gedirdik məsələn Əhər caddəsinə tərəf, o dərələrə. Orada indi bir dənə də şey vardı. Sipah pasların padqanı var, amuzeşi falan, nə nədir onun adı? Yadımdan çıxıbdı. Orada şeydi, su qazmazdılar. O qədər su var idi ki, burada yəni su axırdı hər yerdə. Yəni yarım metr qazsaydı quyuya çıxardı, suya çıxardı. Bu qədər su var idi. Amma sonralar mən bir guzariş yazdım, Ruznamə Səlamda çap elədim. Onda biz Təbrizdə gördük ki, 200 metrəcən Sədava. Sədava dediyimiz yerin suyu 200 metrəcən getmişdi aşağıya. Ki deyirəm, mən bunu Ruznamə Səlamda çap eləmişəm. Orada amar rəqəm qaldır ki, biz neçə metrə, mən özüm məsələn oraya düşmüşəm, təhqiq eləmişəm filan bəhman. Bunları istəyirəm deyəm ki, yəni biz yalan bir tarixin içindəyik. Axı 9 metr göy məscidin altında adamlar niyə dəfn olublar? Nə olubdu? Deyək ki, göy məscid yıxılıbdı, zəlzələ elibdi. Tamam, yıxılıb döşülüb üstünə də bu yer alt eləməyibdi ki bunu. Yəni bir var ki, deyək, yer bir dənə ittifaq düşübdü, nadir dünyada olmayan bir şey Azərbaycanda düşübdü. Nə olubdu? Təbriz deyib ki, bir dənə yekə bel tapıblar, Təbriz böyüklükdə. Bunu vurublar yerə, 9 metr dərinliyində yerə vurublar. Sonra bunu Təbrizi buradan götürüblər, üstün qoyublar 9 metr altına çeviriblər. Ola bilməz. Belə bir bel yox, belə bir tarixdə belə bir şey düşməyibdi. Bomba atom düşsə nəhayətdə olar ki, məsələn, bir deyək 2 hektar, 3 hektar, 5 hektar, 10.000 metr dəlinər. Bəlli olar, burada dərindir. Amma yox, bu deyil. Burada biz istəyirəm deyəm ki, baxın, biz əslən fikirləşməmişik. Bizə bu danışıqlarda bir şeylər gətiriblər, zehnimizə soxublar ki, biz düşünməmişik. Və indi də düşünmürük. Dostlara da bunları eşidəndə qulaqları taqqıldır və çıxırlar, gedirlər, qulaq asmırlar. Çünki əcibdir bilələrinə. Çünki bunu tarixdə eşitməyiblər ki, bunlar deməyiblər. Daha insanın zehninin sual, gərək biz soruşaydık. Niyə sual soruşmamışıq deyəcəm? Niyə deməmişik ki, bu cavablar məntiqi deyil, əqli deyil? Elə onlar deyiblər, biz də demişik ki, nə xoşgil adamdır, nə xoşgil xanımdır, nə pulludur, nə kravatı gözəl, paltarı gözəl, dövlət adamıdır, yalan deməz, inanmışıq. Biz bu qədər sadə və ahmaq olmuşuq. Bunun üçündür ki, biz əldən vermişik. Hər halda gedək. Osmanlı ədəbiyyatının yanında xalq dili yazılmış bir türk ədəbiyyatı 600-700 ildən bəri vardı. Deyir ki, bəs Osmanlı ədəbiyyatı ki yazılıbdır, fars ədəbiyyatı deyək, onun yanında xalq dilində yazılmış türk, ərəb, bəluç, türkəmən, İranda olan dillərdə də yazılmış bir türk ədəbiyyatı vardı. Yəni bizim də bir yazılmış ədəbiyyatımız vardı, bəluçların da var idi, o birislərinin də vardı. 600-700 ildir, bəli vardı. Yəni bizim indi 1000 ildən bəri bizim dilimizdə yazı var. Tamam. Seydava, bəli, Seydava mən ərz elədim. Yadıma düşdü. Çünki biz orada gedərdik dolanmağa filan. İndi onlar hamısı suları gedib aşağıya. Demək ki, dil ikiliyini qaldırmaq üçün yenidən heç bir şey yapmağa gərək yoxdur. Diqqət buyurun, dəqiqən bu İrandadır. Biz yenidən bir şey İranda görürük. İran dövləti fəqət istəmir. Bu günləri bizim Savalan, İbrahim bəy Savalan bir gözəl məqalə yazıbdı. Bu Məhəmməd Xatəmi, keçmiş İslah Tələblərin rəis cümhurunun faşisti fikrinin üstünü açmış ki, bunlar əslən indi məsələn Əfqanistanda necə görürlər. Çox gözəl, biz bunları bilməliyik. Niyə bunlar Əfqanistanda fars dilinin üçün indi deyirlər, əqvam o filan bəhman nəcür oldu? İranda 100 ildir demirlər bu əqvam var, millət vardı, bunların dilləri var, gərək bunların haqları gələ yerinə. İndi Əfqanistanda fars dili qırağa çıxan kimi, ayrı bir dil gələn kimi fori bu ortaya çıxır. Çünki burada bir nəcatpərəstli, faşisti bir düşüncə var. İslah tələblər bir də faşisti düşüncələr var. Dil ikiliyi qaldırmaq üçün, dedik da sənəviyyət deyirlər farsca və ərəbcə deyirlər, farsda yoxdur bu. Dil ikiliyini, yəni bir danışmaq dili, bir də yazı dili. Bunun ikiliyini qaldırmaq üçün yenidən heç bir şeyi yapmağa, yəni yenidən bunu düzəltməyə ehtiyac yoxdur. Yapmaq burada düzəltmək anlamına gəlir. Gərək yoxdur, yəni lazım deyil. Osmanlı dilini heç yoxmuş
kimi bir tərəfə ataraq xalq ədəbiyyatına təməl görəvi görən türk dilini olduğu kimi milli dil saymaq yetərli idi. Burada Osmanlı dili deyir, siz fars dilini deyin. Osmanlı dilini heç yoxmuş kimi sayaraq, bir dəfə ataraq, bir tərəfə ataraq, fars dilini yox olmuş kimi, elə bir şey yoxmuş, deyək ki, yoxdur, fərz eləyək ki, yoxmuş fars dili, bunu ataq qırağa bir tərəfə, necə ki, burada deyir, Osmanlı dilini ataq bir tərəfə, xalq ədəbiyyatını, bizim ədəbiyyatımızı, yəni türk ədəbiyyatını təməl görəvi görən, təməl, yəni bünövrə, əsas, təməl görəvi və görəv də vəzifə, görən də ki, işləyən türk dilini, yəni türk dili şimdi bizə əsas görəvli, yəni işimizi görür də, biz tamam işlərimizi əslində ondan görürük. Bunu türk dilini olduğu kimi, elə nə cür ki bu türk dili vardı, onu milli dil saymaq yetərlidir. Bunu bir milli dil sayaq, elə olan kimi bunu bir milli dil sayaq. Ehtiyacı yoxdur bizi İranda bir milli dil olsun. Milli dil yoxdur. Bizim fars dili milli dil deyil. Farsların milli dilidir. Amma diqqət buyurun, farslar qəbul eləmirlər fars adında bir millət var. Deyirlər ki, fars adında bir iyalət var. Bunu geçən zərəfə bir dənə videoda yaydım, mən də dostlar yaymışlar, mən də onlardan şeir elədim. Orada bir dənə Qəşqaylı deyir ki, 100 il bundan qabaq burada Farsustanı deyə bir şey yoxdur. Qacar dövründə Fars ustanı deyə bir şey yoxdur. Bura Qəşqaistandır. Qəşqay ilinindir. Tamam. Pəs, indi ki bir Fars milləti yoxdur, Fars toprağı da yoxdur, o topraqlar bizimdir. Farslar ya bizim tabiiyyətimizi qəbul eləyəcəklər, özləri ki bizi əqəlliyyət eləyiblər, əqəlliyyət şəklində yaşayacaqlar, özlərinə biz o müamiləni eləmək haqqımız var, çünki o müamiləyə razidirlər bizdən. 100 ildə o müamiləni eləyirlər və razidirlər buna. Əgər ona razidirlər, biz fürsət əlimizə düşəndə farslar gərək əqəlliyyət dəriş bizə təhmil edə, onu razı olarlar. Yəni, fars dili aradan gedəcəkdir, türk dili oxumağa məcbur olacaqlar. Gedərlər Ərəbistana, Ərəbistan dili oxuyarlar, gedərlər Kürdistana, Kürt dili oxuyarlar, gedərlər Bəlutistana, Bəlutçistan dili oxuyarlar, Türkçəmənə də gedərlər, Türkçəmən dili oxuyarlar, Türkçəmən türkçəsini oxuyarlar. Amma indi ki fars dili yoxdur və fars məmləkəti yoxdur, ora o birisi millətlərindir. Bu farslar ya o birisi millətlərin, məsələn türklərin fars olan bölümləridir. Yəni biz bir dəmiz brainwash olmuşuq, beynimiz yuyulubdur, farslığı qəbul eləmişuq. Getmişuq Tehrana deyirik ki, pedərəm farsı, madərəm ya pedər bozorgəm Türk, amma mən farsım. Pəs farsların bir iddəsi beləsidir. Əcəba hamı belədir. Yəni bəluslardan da bir belə fars olubdur, ərəblərdən bunlar farslar ki vardılar, bunlar o birisi millətlərdən yığıntıdır. Bu bir soru. Çünki heç bir fars, hətta fars ustanının farsları qəbul eləmirlər ki, fars adında bir millət var. Bəs bu bizə deyir ki, siz niyə İsrail ki, fars dilində bir fars dili var və fars dilində bir millət var? Təbii, mən bunun jurnalistikdə də demişəm. O gün ki gələ, hər kəs Farsistanı haracan işğal eləsə onundur. Yəni Farsistan adına bir şey yoxdur, bu da biz deyirik. Çünki farsları özləri qəbul eləmirlər ki, bir millətdirlər. İndi, pəs bunlar bir əqəlliyyətdirlər. Amma gözlədilər, bu əqəlliyyət hər nə bu günləri bizə elir, özünə xoş gəlir. Yəni deyir ki, bu haqqdır. Demişəm, haqq zora bağlıdır. İndi onda bəs sabahları biz də gücümüz olsa farslara dəqiqən bu haqqı verməliyik. Yəni bundan izafi bizə ahmaqlıq deyərlər. Onlar nə deyiblər? Bu günlər deyiblər ki, fars dili yoxdur. Üzr türk dili yoxdur, siz türk deyilsiniz, azərisiz. Və türk dili yoxdur, sizin diliz rəsmi farsıymış, indi biz onlara deməliyik ki, fars dili yoxuymuş. Bu Əfqanistandan ya ayrı bir yerdən gəlmə dildir bura, ya oradan köçüb gəlmişsiniz, ya da burada o birisi millətlərdən köçüb olunub bir dana fars dilli bir cəmiyyət tapılıbdır. Toplum tapılıbdır. Topluluq, üzrsən, bir topluluq tapılıbdır. Bu topluluq əgər indi isə, tamam, indi biz türk hakimiq. Siz türk dili, fars dili yoxdur. Sizlər türkləriksiniz ki, alınisiyon olmuşsunuz, az xod biganə farsda olmuşsunuz və brainwash olmuşsunuz. Siz qeydib türkçə olmalısınız, türk olmalısınız. Və onlara o haqları ki, bugün biz məhrumuq, o haqlarda məhrum eləməliyik.
Biz burada ki demokrasi, hüquqi bəşər bizim dədələrimiz elədiyi himayəti biz deyirik. Əxlaqda bir qanun var. O şey ki özünə xoşun gəlir, özgələrə də xoşun gəlsin. İndi farsların özlərinə xoşun gəlir. Nədir? Budur ki, türklərin dili yoxdur. Burada türk zəban var. Ərəb zəban var, Bəluç zəban var, türkçəmənlər, bunlar İranlı deyirlər. Tamam, budur, biz İranlı deyilik. Sabah siz də o vəziyyətə düşəcəksiniz. İndi işdə türkçülər dilimizdəki ikiliyi qaldırmaq üçün bu prinsipi qəbul etməkləri yetənlidir. Deyir ki, işdə, yəni bu halda türkçülər, bizlər ki, türkçü istiruq olaq, türkçü deyilik. Bizdə, mənim nəzərimə İranda türkçü sayı bir əlin barmağından azdır. Türkçülər dilimizdəki ikiliyi, ki biz indi əlan ikilik yaşırıq. Yəni bir fars, bir fazəri. Bunu yaşırıq. Bu ikiliyi qaldırmaq üçün, yəni aradan götürmək üçün bu prinsipi qəbul etmək yetənlidir. Bu prinsip, yəni əsli, usulu, əsası. Bu prinsipi, bu əsli qəbul etmək yetər. Nə mənədir? Buradakı fikir edirəm yetənlidilər. Burada fikir edirəm ki, iştibahi düşübdür, yetənlidilər, yəni yetərlidir. Ya da yetərlidirlər. Bu r düşəcəkdir, burada olubdur, bir daha da n izafi düşübdür. Mənim nəzərimdə burada bir yanlışlıq var. İstanbul xalqının və özəlliklə İstanbul xanımlarının konuştukları dili yazmaq. O dil nə mənədir İstanbulda? Dedim, bir dənə erməni Atatürk'ün əmri ilə gəlibdir. Burada bir böyük bir, hər halda olan bir şeydir, olubdur. Biz bir millətin istəyinə ehtiram və hürmət qoyuruq. Deyir ki, İstanbul xalqının və özəlliklə İstanbul xanımlarının konuşduğu, yəni ağızları, ləhcəni, dili yazmaq yetərlidir. Yəni, beləsi gəliblər. O dövrdə o erməni gəldi, dedi ki, biz türkçü dilinin İstanbulda xanımların ağzın rəsmi dili yox. Gətirdilər, bu indi deyil. Məsələn, fikir eləyin ki, gediblər bir iki dənə xanımla danışıblar. Bunlar da erməni imişlər hətmən. Bunların dilləri şilirmiş. Məsələn, yetərli deyəlim. Məsələn, bizim dilimizdəki danışır türkçüyə, onu gətiriblər, bu onların dilini deyiblər. Beləliklə, yazılacaq olan İstanbul konuşma dilinə yeni dil sunar, gözəl türkçə, daha sonra türkçə adları yeni verildi. Tamam, deyir ki, bəs beləsi qurtulur bu paragraf, deyir ki, beləliklə, yəni xanımların dilini seçdilər, yazılacaq olan İstanbul konuşma dili, o dil içi deyir, gələcəkdə yazılacaq, yəni o zaman deyir, gələcəkdə ki, yazıldı da. Yazılacaq olan İstanbul konuşma dilinə yeni dil sunar. Sunmaq, təqdim etmək, iraə etmək, prezent etmək, prezentelik, gözəl türkçə. Deyir ki, bu gözəl bir türkçə təqdim olar, iraə olunar. Daha sonralar türkçə adları yeni verildi. Deyir ki, yəni sonralar bu dilə türkçə adı verildi, bu xanımların dillərinə. Dostlar, ikinci bəhsi burada başlayır, proqrama yetişməmişdən öncə. O da xalq dilinə girmiş ərəbcə və farsça kəlmələr. Bunları da danışacaqdır. Amma əgər mən bunu başlasam, gərək ya qutaram, ya da ki, görüm, bu səhifəyə yeni girir. 2 səhifə, yox, bu neçə səhifə deyil. Bu qalsın sabahları, biz buradan 71-ci səhifəni 2-ci paragrafından başlayaq, oxuyaq. Hər halda bu günlərdə uzatdım, biraz qıraqlardan dedim, amma nəzərimə gəlirdi ki, önəmli mövzular və mətləblər. Görüm dostlar, əgər bir şey yazıblar, onlara bir, əgər lazım olsa nəzərimi bildirim. Yoxsa gedaq. Aleyküm selam. Tamam, dostlara ki gəliblər və gediblər. Piruzi, bilmirəm ki, nə ilə ilgilidir. Onu mən bilmədim. Selamun aleyküm. Aleyküm selam. Dostlarımız təəssüflə, mütəəssifanə, bəli, təəssüflə. Naaşina. Naaşina nə mənə deməkdir, bilmirəm ki.
Bu hardan gəldi, nə üçün gəldi? Cəmiyyət, toplum, topluluq, topluluq cəmi olur tudə farsca. Toplum da olur cəmiyyət. Panfarslarda var, mütəəssifanə var, təəssüflə şovinism var, mütəəssifanə vardı, Hinduzadəhay Pars. Bilirsiniz, bu farsların vaqiyyətdə mən indi beləsi düşünürəm. Bizim bir ərəb dostumuz var, hərdən gəlir Junos TV-də də mənim proqramlarımda iştirak edir. O fikri qoyub ortaya. Gözəl də deyir, bir ağa, 100 ilin təbliğat və rüşvəsi əsasında biri də insanlar farslaşıblar, fars deyilmişlər. Və indi onlara fars deyirlər. Bunun üstündə biz şey eləməliyik, danışmalıyıq, baxmalıyıq ona. Görək ki, bəlkə bizim dərdimizə deyil. Asimilə olanlar ki, dedik, asimilə farsca xudbiganecidir və kafi də bilmirəm nədir, yorulmayın. Çox sağ olun dostum, təşəkkür edirəm. Tərcümələri yazmışam. Bilmirəm nəyin tərcüməsini yazmışsınız, amma çox sağ olun ki, yazıya fikir verirsiniz. Hər halda dostlar, çox təşəkkür edirəm. Var olun, sağ olun, yorulmayasınız. Bilirəm ki, kitab oxumaq çox çətindir bizlərə. Biz ki, adət eləməmiş kitab oxuyaq və kitab oxumaqdan acığımız gəlir. Onun yerinə gedib dostlarla ayrı bir şeylər danışsaq daha yaxşıdır. Yəni, belə düşünürük ki, vaxtımızı kitaba niyə hədər qoyaq? Gedək. Bu halda ki, dünya kitab üzü ilə gedir qabağa, inkişaf edir və mütəəssifanə biz kitabdan qaçırıq. Və kitabdan qaçan millətin zillət, müstəmirə olmaq haqqıdır. Və biz də bunu yaşırıq, bu haqqı yaşırıq. Və haqqı bilirsiniz, dedim, özümüz yaradırıq özümüzə. Sağ olun, sağ qalın.